seçki təbliğat qrupunun üzvüyəm. Bozlar değil mi? Təbliğat qrupunun üzvüyəm. Biz çox ciddi bir seçkilərə gidirik. Öz liderimizi, gələcək talihimizi etibar elədiyimiz bir şəxs seçməliyik. Bu çox ciddi məsələ. Yəni biz həmişə səhvlərə yol vermək, yoxsa başqa şeylər, biz çalışmalıyıq ki, düzgün seçim eləyək və düzgün adamdan düzgün şeyləri tələb edək. Bizim həmin lideri seçirik ki, bu Azərbaycanski poнимаешь? Həmin lideri seçirik ki, artıq 20 il bizim talihimizi bu insan verir. 20 il bizim rəhbərimizdir. Və bu 20 il ərzində bunun gördüyü işlər, apardığı siyasət, həm daxili siyasət, ölkənin inkişafı, ölkənin iqtisadiyyatının sağlamlaşdırılması istiqamətində